Deyirlər ki, Bəli. deyilənə görə hətta yun bizdə allergiya yaradır. Ümumiyyətlə yun faydalıdırmı? İstifadə edək yoxsa yunu həyatımızdan çıxardaqmı? Niyə yunu tükü allergik insanlarımıza tövsiyə etmirik? Çünki bayaqda qeyd etdiyim kimi allergik rinit, bronxial asma, allergik öskürəkdən əziyyət çəkən pasientlərimizin böyük əksəriyyətində F tozu allergiyası aşkarlanır. F tozu deyəndə nəyi nəzərdə tuturuq? Paltarı çırpanda, yorğan döşəyi çırpanda, gün işığında görürsüz necə toz yayılır. Əslində biz o tozu mikroskopda qoyub baxsaq, o canlılardır. F tozu akarlarıdır. F tozu gənələridir, mikroskopikdir, gözlə görülmür və bu gənələr həm bizim dərimizdən tökülən epitelindən qidalanır. Mən əlimi belə eləyəndə mənim ətrafımda çox saylı mənə aid olan epitel var. Həm bizdən qidalanır, dırnaqla, saçla, epitellə qidalanır, həm də heyvandan tökülən epitellə qidalanır. Heyvandan da tökülən nədir? Yun, tük. Ona görə əgər bizim yatağımız, yorğan döşəyimiz sintifon yox, yundursa, orada yun onların, bu akarların, F tozu gənələrinin qidalarıdır. Ona görə orada artıq daha çox sürətlə artıb çoxalır və əlbəttə ki, orada F tozu gənələri daha çoxdur. Ona görə də bu pasientlərimizin şikayətləri daha çox olur. Xəstəlik daha ağır gedişdə olur və dərmana olan ehtiyacımız artır. Ona görə bəzən pasientlər deyir ki, doktor, mən yorğan döşəyi, yunu, tükü hamısını sintifonla əvəz eləmişəm, xal-xalça palazı çıxarmışam, evi də hər gün nəməski ilə silirəm, amma şikayətlərim tam itməyib. Biz sintifona keçməni tövsiyə eləyəndə nəzərdə tutmuruq ki, siz onu eləsəz, bütün şikayətlərimiz keçib gedəcək, asma da dayanacaq, öskürək də kəsəcək. Biz bunu ona görə istəyirik ki, allergenlə təmasımız azalsın.